Bir cümlədə desəm, bir kələmədə desəm, səbəb narizayətidir. Bunu icazə verin, açıqlayayım mən. İranda bu etirazlar hər halda rejimə qarşıdır. Ona görə bunun səbəbini rejimin mahiyyətində axtarmağımız lazımdır. İran rejimi bir diktator sistemdir və 3 ayağı var. Ayaqların birisi mərd salarıdır, ataərkil bir sistemdir. İkincisi şiə salarıdır, şiələrin demək kimliyi üzərində durur, onları savunur. Və üçüncüsü fars mehvərdir. Yəni sistem özü farsı kültürünü qoruyur və o əsasda onu mənimsəyir, onu rəsmiyyətlə tanıyır və qeyri-fars kültürləri, dili və kimliyi mənimsəmir və ayrı-seçkiliklə məruz qoyur. Ona görə bəri başdan İranda bir narizayəti var. Hər kəsim ki, bu kimliyi daşımır ya bu kimliklərin birini daşımır, hər halda rejimdən, dövlətdən aldığı o imtiyazlar azalır və ayrı-seçkiliyə məruz qalır. Bu o demək deyil ki, kişilər bu rejimdə sistem görmürlər. Yox, dedik ki, ya faşistlər sistemdə sistem görmürlər. O cür dedik ki, başlıca mahiyyəti diktator sistemdir, fasiddir. Bir qurum, bir teyf ailələrin mənfəəti üzərində qurulub, onlar müntəfi olurlar bu sistemlə və təbiətdən o diktatorluq, o baskı, o xəfəqan elə farslara da, şiələrə də, kişilərə də keçərlidir. Amma təbiətdən kişi olmazsan, fars olmazsan, şiə olmazsan, bunların dozu, bunların neçə qatlılığı çoxalır. Belə deyə bilərik. Amma bu demək deyil ki, narizayəti olan yerdə hər zaman ayaqlanma olar, etirazlar olar. Yox, o cür deyil. Buna görə bu eyni səbəblərin yanında bir zehni cizgiyə də lazımdır. Bir ittifaq ki, artıq bu narazı kəsim, narazı kişilər onu zehnən təhəmmül edə bilmirlər, qeyri-qabil təhəmmül olur və bu da baş verdi. Mən bir şey də unutdum deməyə ki, son zamanlar iqtisadi çətinliklərdə şəraiti artıbdır. Onun yanında bir keçən 10 ildə, 15 ildə bir sürədə də baxmağımız lazımdır ki, İran dövlətində dəyişikliklər oldu. Onlar bir ümid yaratdı ki, xalqdakı bir dəyişikliklər baş verəcək. Onlar da baş verməyincə artıq ümidsizlik qalib oldu xalqın içində. Bu son cizgidə ki, Məhsə Əmininin öldürülməsi oldu, Gəşti İrşad tərəfindən. Bunun özünün də bir sıra özəllikləri səbəb oldu ki, daha qapsamlı, daha geniş şəkildə etirazlara səbəb olsun. Onun birisi bu idi ki, bu bir qadın idi. İkincisi, daha mühümü bu idi ki, bu təzə nəslə aid idi və qeyri-fars bir milliyyətə aid idi, Kürd idi. Bunlar üçü bir yerdə belə alındı ki, sanki hər kəs bundan həmzad pəndarə elədi. Hər kəs bunu özününkü bildi və artıq etirazlar başladı. Təbiətən bunun öz tarixi etkisi olacaq İran toplumunda, hakimiyyətdə və opozisyonda. Bu danılmazdır. Ən başlıca etki, məncə bu olacaq ki, artıq bu nəsl ki, ələn xiyabanlarda diqqət etsəydiniz, bu etirazlardan qabaq o nəslə baxış o qədər də yaxşı deyildi siyasilər tərəfindən. Sorumsuz bir nəsildir, təşəkküllənmir, hizblərdən, partilərdən qaçışdadır, ondan mübtəzəl musiqilərə qulaq asır və s. Bu cəryanlar, bu etirazlar ki, bu Z quşağı, Z nəsli meydanda olmaqla indi cəryandadır, bu baxışı bu nəslə dəyişdi. Artıq bundan sonra həm opozisyon, həm
hakimiyyət bu nəslə başqa bir ehtiramla yanaşacaq. Bu nəslin istəklərinə daha diqqətli olacaq və çalışacaq ki, onları daha özünə tərəf çəksin, özünə mənimsəsin. Bu bəri başdan bir olacaq. Amma bu ki, bu etirazlar bir yerə çatacaq ya çatmayacaq. İndilik buna nəzər vermək biraz çətindir. Çünki bir etirazların, hətta inqilab səviyyəsində bir etirazların sonuca çatmasına liderlik lazımdır, partiya lazımdır, sazman lazımdır və ümumi səfərbərlik lazımdır. Bugün ümumi səfərbərlik nisbi halda var. Nisbi deyirəm çünki bundan daha qat-qatda ola bilər. Amma hələlik rəhbərlikdən və sazmanlardan bu dəqiqə söz getmir ortada. Yəni bir alternativ olaraq bu hakimiyyət gedərsə yerinə kim gələcək, hələlik bir şey danışılmır. Yəni sözü yoxdur belə. Ona görə sonuca çatacaq ya çatmayacaq hələlik demək çətindir. Bir başqa nüqtə ki, demək olar budur ki, bu son demək olar dönəmdə, 5 illik dönəmdə bir alternativ olaraq medialar tərəfindən, opozisyon tərəfindən Şahın oğlu Pəhləvi daha birinci alternativ kimi qaldırılırdı və təbliğat gedirdi üzərində. Bu etirazlarda onlara aid olan şüarların səslənməməsi maraqlıdır ki, onlara da bir cavab oldu. Yəni bir dönüş nöqtəsi də oradadır. Artıq bundan qabaqki kimi belə təsəvvür olurdu ki, birinci alternativ Şahın oğludur. Çünki Batı dəstəkləyir, Batı mediaları dəstəkləyir, mediadadır. Amma meydanda olan xalq tərəfindən buna bir yox deyildi bu cəryanlarda. Və o da bir cəhətdən ki, bu etirazların sonuca çatması üçün bir lider gərəkir. Onu biraz da ertələdi, biraz da dalıya saldı məncə. İndi təbiətən bu pisdir, yaxşıdır, müsbət tərəfləri də var, mənfi tərəfləri də var. Amma bu ki, bu opozisyondan bir ışıq yanacaq ya yox, bunu nəzərdə almaq lazımdır ki, opozisyon, əgər bu sərasəri opozisyon nəzərdə tutsaq, onları ki, opozisyon kimi deyilir, mücahidlər, xalq mücahidləri olsun, Pəhləvi olsun və ya digərləri olsun, onlarda bu saydığım rejimin mahiyyətini dəyişəcək potansiyel yoxdur. Çünki bunlar da diktatorluq dedik, patriarkal sistem dedik, şiəçilik dedik və fars mehvərlik dedik. Bunların içində bizə daha mühüm olan, hər dördü də bizə mühümdür, amma bizə belə əlavə olaraq mühüm olan bu fars mehvərlikdir. Bu opozisyonlarda onu dəyişəcək bir söz, bir slogan, heç bir indiyəcən aktivitə biz görməmişik. Ona görə əgər onlar gəlirlərsə, bizə görə bu cəhətdən bir çox dəyişiklik olmayacaq. Bunu icazə verin, biraz İran inqilabından baxaq bu tərəfə. İran inqilabında necə oldu? İran inqilabında təzə qurulan rejimdə, hakimiyyətdə mərkəzdən qaçış bir sıra hərəkətlər var idi. Türkmən səhrada var idi, Ərəbistanda, Əhvazda, Xuzistanda var idi, Kürdistanda var idi və bəlkə də Bəluçistanda da var idi. Bunları yeni hakimiyyət necə bastırdı? Bunları yeni hakimiyyət türklərin əməkdaşlığı ilə bastırdı. O zaman sol düşüncə və İslami düşüncə qabarıq olduğu üçün türklər daha çox
bunları öndə tutaraq, bunları rəhbər tutaraq yeni hakimiyyətdə əməkdaşlıqda bulunaraq o etirazları bastırdılar. Kürdistanı bastırdılar, Türkmen Səhranı bastırdılar, Ərəbistanı bastırdılar və s. Amma bu səfər biraz fərqlidir. Bu səfər belə fərqlidir ki, sol düşüncə, şiə düşüncəsi artıq qabaqki kimi deyil. Hətta bu milliyyətlərdə də milli düşüncə daha öndədir. Kürdlər arasında, ərəblər arasında, bəluçlar arasında. Və əgər bundan sonraki rejimdə Türklər yenə də mərkəzin yanında dursalar, təbiətən bu hərəkətləri yenə bastıracaqlar və eyni senaryo təkrar olacaq. Amma əgər Türklər milliyyətlərin yanında, qeyri-fars milliyyətlərin yanında dursalar, təbiətən mərkəzin gücü bunlara çatmayacaq. Və onda bir dəngə yaranacaq, o dəngədən daha demokratik bir sistem ortaya çıxa bilər. Bu onu deməkdir ki, Türklər təyin edici gücdülər. Və bu Türklərdə milli hərəkat dediyimizdə bu dediyimiz dəngəni, yəni bu dediyimiz bir siyasi konjünktürü dəyişə biləcək bir potansiyalə sahib. İndi bunu başaracaqmı, başarmayacaqmı? Bu ayrı bir sualın cavabı ola bilər. Amma bu qədər təyin edicidir. Yəni başqa millətlərin taleyi də, İranda demokrasi də etnik haqların, hüquqların əldə olması cəhətindən kamil bir demokrasinin baş tutması da İranda Türklərin oynadığı rola bağlı. İndi buradan yola çıxaraq, bugün bu etirazlarda milli hərəkat necə davrandı sualına gəlsək, mən belə deyərdim, milli hərəkatı gərək biraz burada tanımlayaq. Milli hərəkat dediyimizdə kimlərdir? Əgər biz görürük ki, şüarlar deyilir. Milli hərəkatın şüarları olan azadlıq, ədalət, milli hökumət aşağı-yuxarı deyilir. Yəni təkcə şüarlardan, təkcə şüar deyil, amma önəmli şüarlardan birisidir. Yaxşı. Amma biz içərdən baxdığımızda, milli hərəkatın içindən baxdığımızda görürük ki, milli hərəkatın əsli bədənəsi bu etirazlarda aktiv deyil. Bu daha doğrusu milli hərəkatın həvadarlarıdır deyə bilərik ki, meydandadırlar. Təzə nəsildədirlər və bəlkə milli hərəkatın bədənəsi ilə sistematik bir ilişkiləri yoxdur. Bəlkə deyəsən, bunlara milli hərəkatdan 3 nəfər adam siyasi məhbus sayıcına saya bilməzlər. Bəlkə məsələn, desən, qadın nədir, bilməzlər ki, qadın həman xanımdır. Yaxşı, bunları yəni o mitinglərdə olan, etirazlarda olan mənim müşahidələrim. Yaxşı. Amma milli hərəkat niyə aktiv deyil burada? Bunun neçə səbəbi var. Birisi budur ki, baskı var. Milli hərəkat, hətta balaca şəhərlərdə milli hərəkata mənsub üyələr tanınmışlar, baskı altındadılar, çağırılırlar, hədələnirlər ki, qatılmayın. Birinci amil budur. İkinci amil budur ki, milli hərəkat söyləm olaraq bugünkü etirazlarla o qədər yaxşı bağı yoxdur. Yəni, əsas gücsüzlüyü də buradadır milli hərəkatın. Həm yeni nəsil olaraq bunlarla irtibat sağlamaqda çətinlik çəkir. Çünki klasik və bir cəhətdən də 1900-lərin əvvəlində olan millətçiliyə dayanır. Əsas söyləmi budur, təəssüflə. Və ikincisi budur ki, bu etirazların başlıca sloqanı, başlıca hədəfi qadınların hüququ olduğuna baxaraq, milli hərəkat yetərincə bu haqqı, bu hüququ mənimsəməmiş. Mənimsəməmiş dediyimizdə, yəni, bəlkə bu nəzərə gələr ki, məsələn, çoxlu bəyaniyələr çıxıbdır, nə bilim, qadın hüququna görə milli hərəkatın deyilib. Amma bu demək deyil. Öncəliklər arasında, əvvəliyyətlər arasında, təpkilər arasında təəssüflə qadın hüququ olduqca yetərincə milli hərəkatda yer açmır. Bir amili də budur.
Bunu demək istərdim ki, Milli Hərəkat baxmayaraq indiki durumu bu etirazlara görə necədir, amma çox böyük şansı var ki, bunu bu təzə nəsli əldə etsin. Bunun həm bu etirazda və həm də bu etirazlardan sonraki başlayan dönəmdə bayaq işarə etdim ki, hər nə olur olsun bu etirazların sonucu yeni nəslə baxış dəyişiləcək. Milli hərəkətdə də bu baş verməlidir. Yeni nəslə, yeni nəslin dəyərlərinə, yeni nəsldən irtibat qoşmağa və özəlliklə yeni nəslə özünə çəkə biləcək bir söyləm özündə gəlişdirməlidir milli hərəkət. Bu da daha doğrusu insan haqlarıdır, demokrasidir, qadın hüquqidir, cinsi azınlıqlardır, çevrəçilikdir və s. Və bunu yeni nəslin mənimsəyə bildiyi bir metodda, onlara çəkici gələcək bir metodda sunmağı şərtdir. Umarım ki, bunu başara bilər və milli hərəkətin İran demokrasisində hətta özü və başqa qeyri-fars milliyyətlərin hüququnu əldə edəcəyinə gərəkən rolu daha doğrusu daha düzgün və daha doğru yerinə yetirə bilsin.